Hiç düşünmüsünüzmü? Bu hayatta en ağır sınaqlardan keçən insanlar nələr hiss edir? Hər birimiz çətinliklərlə üz-üzə qalırıq. Kiminin yükü ağır, kiminin dərdi dərindir. Amma hər kəsin ağlındakı o tək sual, bu güclü insanları ayaqda saxlayan görəsən nədir? Yol dözülməz dərəcədə ağırlaşanda onları irəli aparan hansı qüvvədir görəsən? Hansı güc imkan verir ki, onlar yıxılmasın? Başqalarının uzatdığı əl midir, yoxsa qəlbdəki o gizli ümid? Bəlkə də bu sözlərlə izah olunması mümkün olmayan, ruhun dərinliklərində gizlənən o işıqdır. Bəlkə də Allah öz bəndələrini dəstəkləyir, amma bəzən insan öz-özünə sual verir. Yaradan Allah öz yaratdıqları arasında fərq qoyarmı? Axı biz hər birimiz onun əsəriyik. Yaxşı, bəs onda niyə belə olur? Bugün sizinlə o nazik, incə bir xət haqqında danışmaq istəyirəm. İnam və şübhə arasında o görünməz sərhəddən. Biz hər şeyi unuduruq. Bizə verilən vədləri, çəkdiyimiz acıları, amma ən pisi odur ki, biz bəzən çətin anlarda kim olduğumuzu və daxilimizdəki o sonsuz gücü də unuduruq. Şübhə bizə keçmişin ağrılarını xatırladır, amma gələcəyə olan inamımızı da unutturur. Bəlkə də elə buna görə hər gün yenidən başlamaq, hər gün özümüzə kim olduğumuzu xatırlamalıyıq. Biz çox vaxt fərqinə varmaq ki, insanlara qarşı duyduğumuz şübhələr əslində özümüzə olan inamsızlığın əksidir və eyni zamanda Allaha olan bağımızın bir sınağıdır. Çünki biz insanlardan, onların niyyətlərindən, səmiyyətindən şübhə etməyə başladıqca təkcə ətrafımızdakiləri itirmirik. Biz həm də özümüzə inamı, gücü itiririk. O inam olmayanda isə addım atmaq çox çətindir. Niyə şübhə fikirlərimizə bu qədər asan sızır? O qəfildən gəlmir. Şübhə yaşanmış ağrılardan, xəyanətlərdən, deyilməmiş yarımçıq sözlərdən, puç olmuş ümidlərdən boy verir. Biz şübhə etməyi bir qalxan kimi öyrənirik, özümüzü qorumaq üçün. Amma bu, özünü müdafiə bizi həm sevgi ilə yanımızda olmaq istəyənlərdən ayırır. Nəticədə isə özümüzə olan etibarımızı qurban veririk. Biz inanırıq ki, iman böyük, əlçatmaz bir zirvədir. Amma inanın mənə, bəzən inam sadəcə vaxtı ilə qorxub dayandığımız yerdən atılan o tək kiçik bir addımdır. Qarşıdakı qapının arxasında nur olub olmadığını bilmədən o qapını aça bilməkdir. İçimizdəki o titrəməyə rəğmən alçaq səslə mən yenə də sınayacağım deyə bilməkdir. Bax, əsl güc məhz onda yaranır. Nə qədər çox öyrənirsən, o qədər anlayırsan ki, nə qədər də az bilirsən və elə o an istəyirsən ki, mən sözünü daha az işlədəsən. Çünki anlayırsan ki, əslində sən heç nəyi tam bilmir, sən yalnızca Allah tərəfindən yaradılmış bir zərrəciksən. Bu dünyada kiçik bir hissəsən. Və eyni zamanda bu kiçik zərrəcikdə Allahın necə böyük bir əzəmətlə təcəssüm edir. Sən bunu gördükcə heyrətə gəlirsən. Bu nə deməkdir? Demək ki, nə qədər çox öyrənsən, nə qədər çox bilik və təcrübə qazansan, sənin mən deyə ifadə etdiyin əhəmiyyət azalır. Amma bir başqa mən anlayışı yaranır. Özünü tanımaq, öz varlığını anlamaq, həyatın böyük və hikmət qürurunu hiss etmək. Deyirlər, özünü tanı, amma unutma ki, baş verən hər şey sənə aid deyil, hamısı Allahdandır. O iman da dediyimiz təkcə inamla olmur, Allaha güvənlə olur. Hər bir şübhə, insanın yaşadığı hər çətinlik əslində həm də özünə, ətrafındakilara, bəzən də dünyaya olan şübhədir. Bu imkanları verilmiş fürsətləri qiymətləndirmək bacarığımız nə qədərdir? Zaman keçdikcə başa düşürsən ki, kiməsə yaxşılıq etmək, onları dəstəkləmək, bir işə kömək etmək, bu insanın öz gücündən çox Allahın verdiyi nemət və onların dualarına cavabdır. Hətta ən çətin anlarda dualar edərkən belə
Allah bəzən dəstəyini gözləmədiyin yerdən, gözləmədiyin vasitələrlə göndərir. Bir zəng, bir söz, bir insanın sadəcə varlığı. Burada birinci fərq var. İnanmaq və güvənmək. Çox insan Allahın mövcudluğuna inanır, amma az sayda insan tam güvənir. Bir durun, bir baxın ətrafınıza. Bu bir müəllim, bir satıcı, küçədə rastlaşdığınız bir insan. Bütün bunlar Allahın bizimlə danışma üsuludur. Allaha dua edirik və bir möcüzə gözləyirik ki, o dua olsun. Əslində cavab gəlir. Biz bir möcüzə gözləyirik, ildırım çaxacaq, möcüzələr olacaq. Amma əsl möcüzələr çox sadə olur. İnsanların sözlərində, təsadüfi görüşlərində, dəstək mesajlarında gizlidir. Və sonda demək istəyirəm ki, həyat yalnız məqsədlərə çatmaqdan və ya bilik toplamaqdan ibarət deyil. Həyat əslində ətrafımızda baş verən hər şeydə Allahın əlinin bütövlüyünü görməyi öyrənməkdir. Hər bir hadisə, hər bir söz, rastlaşdığımız hər bir insan onun qayğısının əksidir. Hətta bunu dərhal anlamasaq belə. Allaha sadiq olmaq, güvənmək, açıq ürəklə öz yolunda irəliləməkdir və bunu görə bilməkdir. O zaman başa düşürsən ki, həyatın böyüklüyü etdiklərində deyil. Həyatın böyüklüyü sən onun sonsuz hikmətinin bir parçası, onun dünyasının bir hissəsi olduğunu ortaya çıxır. Bir dünya ki, həmişə səni həqiqətən yaxşı olacağın yerə aparır. Hətta bu yol çətin olsa belə yaşamağa dəyər.